Mədə ağrıları, doktor, tez-tez baş verirsə, bu hansısa bir xəstəliyin əlamətidir, yoxsa? Burada əsas faktor yaş faktorudur. Birinci onu vurğulamaq istəyirəm ki, bir insanın yaşı əvvəl əlbəttə ki 50-60 deyərdik, amma indi bütün xəstəliklər cavanlaşdırdığı kimi də ürək-damar xəstəlikləri də cavanlaşır. 40-50 yaşdan sonra mədədə ağrı varsa, mütləq şəkildə birinci kardioloji müayinə olmalıdır. Yəni ən azından EKG olunmalıdır, ürək həkimi baxmalıdır. İnfarktın əlamətləri olaraq, ürəyin problemi olaraq mədədə ağrı ola bilər. Yox, o məsələlər deyilsə, cavan yaşda ən çox qidalanmağa bağlı, yenə də dediyimiz kimi, quru yeməklərdir, fast foodlardır, energetik içkilərdir, qazlı içkilərdir. Onların həddindən artıq çox istifadəsi mədə ağrılarına, yəni mədənin selikli qişasının zədələnməyinə, yəni biz yemək yediyimiz hissədə olan narahatçılıqlardan baş verir. Əlbəttə ki, burada həmişə vurğuladığımız kimi insan normal şəkildə qidalanırsa, normal dietanı, pəhrizi qoruyursa, onların hamısını həm yüngül müalicə ilə, dərmanla, həm də dieta ilə tam aradan qaldırmaq olar.